Büdcə əhali üçündür. Yəni, Yox, əlbəttə əhali üçündür. Necə? Əlbəttə əhali üçündür. Əhali üçündür. Mən də deyirəm, 8 milyon əhali üçündür, 10 milyon əhali üçündür. Mən bunu bilmək istəyirəm. Və əgər əhalinin sayı 8 milyondursa, lütfən, mən danışanda istəyirəm Aydın müəllim, biz bir-birimizi dinləyək. Məmnuniyyətlə, buyurun. Və ona görə görürsünüz, qətiyyən müdaxilə etmirəm siz danışanda. Mən bilmək istəyirəm, siz 8 milyonluq büdcə yaratmışsınız, 10 milyonluq büdcə yaratmışsınız, əhalinin sayına görə. Rəqəm bundadır. Bu statistikanın biri yanlış deyil. İqbal müəllim, əhalimiz 10 milyondur. Bəs 2 milyon əhali hanı rəsmi statistika? Siz onu nə ilə hesablayırsınız? Nə ilə hesablayıram? Deyirəm, rəsmi də sizə. Ölkənin bir dənə statistika komitəsi var. Və rəsmi statistika komitəsinin elan etdiyi kimi əhalimiz 10 milyon. Onda rəqəmlərə bir daha deyirəm. Rəsmi statistika komitəsinin verdiyi məlumata görə, rəsmi statistika komitəsinin 18 yaşına çatan yaş qruplarına görə. Hansı il üçün? Bu il üçün 2019-cu ilin oktyabr ayının 1-i üçün. Rəsmi statistika 18 yaşına çatmış vətəndaşlar, dedim, 1 milyon 692 milyon nəfərdir. 1 milyon 692 min nəfərdir. Təxminən 2 milyon 700 min. 2 milyon 600 demək. 1 milyon 700 min təxminən. Ölkə əhalisinin sayı. Bəli. Yox, 1 milyon 700 min. 2 milyon 700 min. 2 milyon 700 min. 2,7 milyon. 2 milyon 18 yaşına qədər. 2 milyon 700 min. 700 min, bəli. 2 milyon 700 min ölkə 18 yaşına çatan vətəndaşdır. Bu rəsmi statistika komitəsinin 0, 4, 5, 10, 10, 13, 15, 18 yaşların arasında rəqəmlərlə də göstərilib bütün statistika komitəsi. Bu statistikanın verdiyi məlumat. Statistikanın verdiyi, o cümlədən əhalinin əmək və sosial müdafiəsi nazirliyinin təsdiq etdiyi rəqəmdir. 2 milyon 700 min nəfər təxmin. Mərkəzi Seçki Komissiyasının ölkə vətəndaşlarının bilirsiniz ki, 18 yaşına çatan hər bir vətəndaşı səs vermə hüququna malikdir. Yəni, aktiv seçici hüququndan istifadə edən vətəndaşdır. Ölkə vətəndaşlarının bugün bələdiyyə seçkiləri dönəmidir. Ölkə vətəndaşlarının rəsmi sayı, seçici sayı 5 milyon 192 min nəfərdir. Siz toplayın, mən toplamıram. İqbal müəllim, mərkəzi özünüz də bilirsiniz, yəni partiya sədrisiniz, seçkilərdə də bir daha deyirəm, iştirak edibsiniz və yerlərdə sizin müşahidəçilər də iştirak edirsiniz bu seçki proseslərində. Özünüz də bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası səs vermə günündə bir neçə gün qalana qədər siyahılar dəqiqləşdirir. İcazə verin, bunu bir daha təsdiq edeyim. Deməli, hər gündə, indi siz baxa bilərsiniz. İcazə verin, bir daha da qeyd edeyim. Mərkəzi Seçki Komissiyası seçki haqqında qanunun tələblərinə uyğun olaraq 3-5% miqdarında, maksimum 3-5% miqdarında siyahıya alınmayan ola bilər və s. 3-5% isə həmin dönəmdə təkrar qeydiyyata düşə bilər, qeydiyyatdan çıxıb düşə bilər və s. və s. Bundan artıq mümkün deyil. Söhbət 2 milyon seçicidən gedir. Bu bilirsiniz neçə dairə deməkdir. Mən o məlumatla da söhbət 50 dairədən gedir. Ancaq inanmıram ki... İnanın, açın rəsmi statistikanı. Çox təəssüf ki, belə yerdə kompüterlər yoxdur, bizim yardımçılar yoxdur. Açarlar dərhal statistika komitəsindən və s. göstərirlər. Bu birinci tərəfi. Ona görə qeyd etdim ki, əhali üçün tərtib olunan büdcənin, əhalinin sayı 8 milyonda 10 milyondur. Bunu aydınlaşdırmalıydı. İkinci, rəqəmlər məsələsinə gələndə. Dövlət neft fondundan transfer, birbaşa transfer 11 milyarddır. Transferin miqdarı 11 nöqtə neçədir. Bundan əlavə neft gəlirlərindən gələn 2 milyarda yaxındır. O da birbaşa daxil olur büdcəyə. 13 milyard, 13,9 milyard olur təxminən gəlir hissəsi. Bundan əlavə siz mənim qeyd etdiyim büdcədən asıllıq məsələsində investisiyaya qoyulan vəsaitin hamısından o 10 milyard ki, yazılıb orada, qeyri-neft sektorundan daxil olan vəsait 24,1-in içərisində 13,9 təxminən 9 nə qədər neft fondundan və neftdən gələn gəlirlər hesabına formalaşır. 10 milyard nə qədər isə qeyri-neft sektorundan gələn. Bu vəsaitin özündən, 10 milyardın özündən investisiya xərcləri üçün ayrılır ki, o investisiya xərclərinin də büdcədə bilirsiniz ki, birbaşa transferdən gələn pullardan ayrılır.
investisiya xərcləri, investisiyaya ayrılan 29% vəsait, büdcəyə ayrılan vəsaitin hamısı istisnasız halda dövlət neft fonundan transferdir. Çünki büdcənin 57%-i birbaşa. Büdcə nə daxil olur? Daxil olmada birinci növbədə müdafiə olunan xərclər həyata keçirilir daxil olmamıza görə. Elə deyilmi? Büdcəmizə nə daxil oldu? Daxil olma. Büdcənin özünün 50%-dən yuxarısı 50%-dən yuxarısı transfert olduğuna görə investisiya xərcləri yetərli olmadığına görə ödəmələr üçün, yetərli olmadığına görə investisiya xərcləri avtomatik olaraq transfert hissəsinə düşür. Onun nə mənası var? Əvvəlcədən müəyyənləşir. Başa düşdüm. Bu vəsaiti biz xərcləməliyik. Transfert hissəsinə düşən hissəsindən 18% əlavə dəyər vergisi, 6% vergi, təxminən ümumi demək hesabın və təxminən 3% sosial ödəmələrdir. Bu da üst-üstə kifayət qədər böyük rəqəmdir, kifayət qədər və 57-nin üzərinə gələndə bu da neftdən asılılıqdır. Bu büdcənin riskini artırır. Çünki neftin baxmayaraq ki, bir barelin 55 dollara müəyyən eləyib Azərbaycan hökuməti, bu ilin orta statistik rəqəmi 59.8-60.2 arasında oynayıb. Baxmayaraq ki, Azərbaycan büdcəsi 2019-cu il üçün bir barel neftin qiymətini 60 dollara müəyyənləmişdi büdcədə. Bu 58.9-dan 60.2-nin arasında oynayıb. Birinci risk xarici riskdir. Azərbaycan büdcəsinin 75-80%-ə qədər neftdən bilavasitə asılı olduğu bir büdcə həm də xarici risklərlə görür. İkinci, əməyin ödənişinə və sosial xərclərə. O cümlədən də minimum əmək haqqı, pensiyaların, maaşların artımı bazara əlavə pul kütləsinin daxil olması nəticəsində daxildəki risklərin özünü də artırır. Çünki həm xaricdən asılılıq, həm də daxildə olanlar. Bu nəticə etibarilə ona söykənir ki, büdcə olduqca riskli büdcədir. Eynən 2015-ci ilin fevral ayının 21-də və dekabr ayının 21-də devalvasiya nəticəsində manatın pul kütləsini, Mərkəzi Pul Bankın və o cümlədən ölkənin vahid pul kütləsinin dəyərinin itirməsi ilə sonuclanan bir prosesdə hər zaman risk, mən demirəm mütləq bu 2020-ci il olacaq, amma mütləq Azərbaycan büdcəsinin üzərində Damokl qılıncı kimi asılır.